Yəni bu yazanlara başa salgınanda ki, qaqaş, söhbət texnoloji üstünlükdən gedir, əməliyyat planlamasından gedir. Burada neysə çalışarım başa salmaq, xətsə çətin başa düşsünlər. Eyb yox. Azərbaycanın şəxsi həyatına salam, hər vaxtınız xeyirli olsun və yenə də bu süjetə başlamazdan əvvəl Jarvis Taleh də, mən də xahiş edirik ki, zəhmət olmasa abunə olun. Çünki baş verən son hadisələrin fonunda məndə belə bir təəssürat yaranır ki, əgər Amerika İrana zərbə endirməyə başlayanda artıq biz süjetləri hazırlamayacaq, biz YouTube'dan birbaşa canlı efirə çıxacaq və daim nə məlumatlar varsa onları sizə çatdırmalıyıq. Azərbaycanda oturub Xameneiyə ağa deyənlərin məntiqini mən etiraf edeyim, başa düşmürəm. İran Bakıya müharibə başlayanda raket zərbəsi endirsə, Xameneiyə ağam deyən insan hansı tərəfdə olacaq? Bax, mənim üçün bu çox maraqlıdır. Bu müharibə başlasa, həmin o raketlərdən biri Xameneiyə ağam deyən adamın evində, həyətində partlasa, həmin şəxs hansı tərəfdə olacaq? Mən demirəm ki, bu ola bilər. Amma mən mümkün senariləri fikirləşirəm ki, nə dərəcədə bu mümkündür. Ona görə də bu tərəfi hər halda düşünün. Düşünün və bu özü bilər, bu da özü bilər. Sizin öz vətəniniz var. Onu siz bilsəz, şükür Allaha hər şey qaydasında olar. İranın deyirsiniz ki, Allahı var. Amerikanın da Allahı var. Azərbaycanın da Allahı var. Manqolistanda da Allah var. Düzdür, olar nəyəsə başqa. Amma ümumilikdə bu yer kürəsində şimalından cənubuna, şərqindən qərbinə hər yerin Allahı var və Allah birdir. Və ona görə bölməyin. Allah bilən məsləhətdir. Bax, belə desəz daha yaxşı olar. Nə hadisə baş verirsə, təbii ki, biz mütləq onlar barəsində sizə məlumat verəcəyik, görəcəksiniz, eşidəcəksiniz. Hələlik isə salamat qalın. Əsası olun.